Ekologiyaya zərbə. Vəlvələ çayı kənarındakı qum karxanası ciddi təhlükə yaradır. Bakıdan Quba istiqamətinə hərəkət edən hər bir vətəndaşın gözü qarşısında bir ekoloji faciə baş verir. Söhbət Vəlvələ çayının körpüsünü keçməmiş sol tərəfdə, çayın kənarında fəaliyyət göstərən və Vüqar adlı şəxsə məxsus olduğu bildirilən qum karxanasından gedir. Görünən odur ki, bu karxana yalnız təbii sərvətlərin istismarına deyil, həm də ekoloji balansın pozulmasına xidmət edir. Karxananın çay məzrasına çox yaxın yerləşməsi, Vəlvələ çayının axarının dəyişdirilməsi və çay yatağının dərinləşdirilməsi nəticəsində çayın bioloji sisteminin sıradan çıxmaq təhlükəsi ilə üz-üzə qaldığına işarədir. Çay ətrafında yaşayan canlıların yaşayış arealı pozulub, flora və faunaya ciddi zərər dəyir. Eyni zamanda çayın suyunun bulanması, palçıq və lil qatının artması içməli su ehtiyatlarının da keyfiyyətinə mənfi təsir göstərir. Ən narahat edici məqam isə odur ki, bu fəaliyyətin ekoloji və təbii sərvətlər orqanları tərəfindən ciddi nəzarətə götürülüb-götürülmədiyi hələ də sual altındadır. Yerli sakinlərin sözlərinə görə bu sahədə son illərdə nəzarət və cərimələr ya ümumiyyətlə olmayıb, ya da yetərincə təsirli tədbirlər görülməyib. Halbuki Azərbaycan Respublikası Ekoloji Məcəlləsinə əsasən bu cür fəaliyyətlər ciddi icazə və müntəzəm monitorinq tələb edir. Bu cür məsuliyyətsiz qum çıxarma fəaliyyəti təkcə təbiətə yox, ətrafda yaşayan əhalinin də təhlükə altına alır. Eroziya nəticəsində torpaq sürüşmələri, yol infrastrukturuna ziyan və xüsusilə su ehtiyatlarının azalması region üçün geri dönməz fəsadlara yol aça bilər. Məsul qurumlardan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, Quba rayon icra hakimiyyətindən və aidiyyatı hüquq mühafizə orqanlarından tələb olunur ki, məsələni dərhal nəzarətə götürsünlər, qeyri-qanuni fəaliyyət dayandırılsın və təbiətə vurulan ziyanın qarşısı alınsın. Təbiət bizim gələcəyimizdir. Ona biganə qalmaq, gələcəyə biganə qalmaqdır. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.